Ben size kiçik bir sır açmaq istəyirəm. Bilirsiniz, düz 5-ci dəfədir mən bu doğum evinin qabağına gəldim. Hər dəfədə mənə xəbər verirlər ki, bəs mənim qızım olur. Amma bu dəfə arvad mənə söz verib ki, mütləq oğlumuz olacaq. Adını Fərid qoyacağım. Fərid, gülə 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 gülə. Ürəyimə damıq. Amma demişəm, bax 5'i var. Allah saxlasın, xoşbaxt olsunlar, dərsli 5'i. Bir dənə də heç olmasa oğlan yetim. Bir də bu tip bacısı gəlsəydi, ürəyim o qədər narahatdı, o qədər narahatdı, o qədər narahatdı, o qədər narahatdı. Yoldaş Gümüşov kimdir burada? Mənəm Gümüşov, Gümüş Dəmiroğlu. Bacı, mən səni axtardım, bardan mənə oğul bəxş edildiği için çox sağ olun. Minnətdarlıq eləyirəm sizə. Sağ olun, çox sağ olun. Yoldaşım gözləyir məni, mən getməliyəm. Çox sağ olun. Çox sağ olun. Çox sağ olun. Belə totuq-motuq qəşəng oğlandı, aparıb indi baxmışım. Çox sağ olun. Gözünüz aydın Çox olsun. sağ olun. Apar onu sarıya soyuq dəyər, yeri. Heç söz. Gümüşov sizsiniz. Bəli, Gümüşov, Gümüş Dəmiroğlu mənəm. Bacı, məni bu yaxında İrana aparacaqlar. Xeyr ola, niyə? Dəmirdümür gedir axı. Yoldaş Gümüşov. Bəli. Mən sizi təbrik eləyirəm. Çox sağ ol, deyəsən mən deyədim. Ay Allah, mən deyədim. Əlbəttə siz deyəndir. Həyatı da oğlan apardı. Mən onu bunu qoy cibə. Çox sağ olun. Gedin verməyə bağla. Gözünüz aydın olsun. Çox sağ ol, deyəsən mən deyədim. Arvada bir də çox sağ ol. Sağ ol, sağ ol, sağ ol. Bu qədər sevinirəm. Ayağım yerində sevinir. Çox sağ ol, çox sağ ol. Bak sizin güzel, göyçək, İndi kürə. mutlu kızınız olur. Bəli. Bağışla. Ay yoldaş, ne oldu size? Ay bacı, bak şuna dön, bakın ben oğlan gözləyirəm. Oğlan gözləyirəm. Necə yəni oğlan gözləyirəm? Bacı bak şuna dön, 5'i var evdə. Əşulap yaxşı. Arvadla danışmışdım, bir de Esu'mda kapitan komanda. Ay yoldaş, Vay, sözüne yalan çıktı, vay. elə qəşəng qızdı ki, bak yanaqları qıpqırmızı. Deyinə svetofordu da ne? Ay bacı, bak şuna dönün, bu ne işiydi ben düştüm. Ama siz niye əsəbləşirsiniz? Elə qəşəng qızdı ki, özü də 5 kilo yarım. Ne kadar? 5 kilo yarım. Bu evi yiyip dağıtacak ha. Bacı, Bəli. sen benim canım, xahiş ederim. Koy kilo yarımlık olsun ama oğlan olsun. Ay yoldaş. Lam 800 grama da razıyım. Ha. Ay yoldaş. Bu neydi ha? Axı siz- Komşuların yanında bir yağmur oldu. Ay yoldaş, axı siz Evet. niye əsəbləşirsiniz? Bacı bağışlıyor, xahiş ederim. Ben ne kadar lazımdı veririm. Hə, Yol pulumu da veririm. hə. Git onu değiş gel. Ay yoldaş, onu mən necə dəyişə bilərəm? Apar koy palatya obursun getir. Ne bilir? Mən başqasının uşağını gətirim verim sizə. Ha bacı basti. Üzümü yumuşak görmüşsün. 6. defede bana kız sokturursun. Ay yoldaş, Neydi ha? bu təbiətin qanunudur. Biz neyə bilərik ya? Bacı bağışla, bu təbiəti ben yaxşı tanıyıram. Dəstime bu təbiəti soktu benim gözüme. O bizim idarede işləyirdi. Dağıttı oranı. Kovdular. İndi buranı dağıdır he? Her Ay şey bir. yoldaş, Bacı. siz əsəbləşməyin. Yok. Bax, qız da övladdır, oğlan da övladdır. Bilirəm. Bu dəfə qızınız olub, gələn dəfə oğlumuz olar, nə olar? Bacı başıma dön. Keçen defede böyle değildin. Niye olmadı? Axı mən neyə bilərəm? Niye siz grafiki bozdursunuz ha? Nə qrafiyi? Belki adama oğlan uşağı. Mene kız uşağı. Ay Ha bacı niye nezaret eləmişsin? İşlenmişsin çıkın gözüm da burada. İşlenmişsin çıkın. Ha bakın da grafik. Bunun oğlu var, bu da buna kız istehsal elektirin. Onun kızı var, bu da ona oğlan istehsal elektirin. Ha bacı. Ay yoldaş, bu təbiətin qanunudur. Burada bizim günahımız yoxdur. Haşim ya oğlan uşağı ver. Sen Allah, onu da onu ver ver. Ha
pulumu yemiş ya. Yaxşı götür apar. İstəmirəm, heç nə Bacım, istəmirəm. ben bu işi belə qoymayacağım. Siz beni heç birə inandıramazsınız. Özüm geçen hafta gelmişim. Hara? Ahmetli'ye Japon aparatına baktırmışım. Japon aparatını gösteri bak ona. Ay yoldaş. Ay efendi. Ay yoldaş. Ne olur burada? Ne ses salmışsın burada? Baş həkim, bilirsiniz nə olub? Bu yoldaşın qızı olub. Benim yok. Arvadımın. Haydi. Belki ben burada 9 lirasın. Ay efendi. Baş həkim, Ha, bu yoldaşın qızı olub. Bizdən oğlan istəyir. Bəli. Talep eləyirəm. Talep eləyirəm. yaz. Siz gidebilirsiniz. Aydın olsun. Vatandaş siz hesapleşmeyin. Bu tabiatın kanunudur. Birinin oğlu olur, birinin kızı olur. Kızınız olup oğlunuz da olur. Bir dakika. Senin neyin var? Ha, benim iki oğlum var. Aha! İmpırtı şeyleri özünüze götürürsün. O meselesinden ne var? Onun dediyse üç oğlu var. Aha! Böyle, ne oldu? Demek skılakta var. Ya oğlan uşağı ver ya da sen özü aparır. Beni? Ben. Azizim siz Yani hesapleş. boş giden benim. Kadir. Aydın. Kadir yok. Siz hesapleşmeyin eşim. Bunu hamı bilir. Uşak da bilir, böyü de Yok. bilir. Kadir. Şu bu tabiatın Ben kanunu. çay vereceğim. Ben çay vereceğim. Böyle bir adam. Yoldaş Gümüşüm, Ne? bak sizin oğlunuz da olub. Ne? Oğlunuz. Ha? Evvel kız, sonra oğlan. Dediğiniz tabiatın kanunudur. Sizi susturmazsın bir şey çıkmayacak. Gel böyle.